Popülerliği sokaktaki bakım gibi Rusya adına geliyor. Arkitektura ilişkisi volkanlar Albanya выделяемые Италии, Шумерта, последом переселенцев. Erdoğan'da Katalon, İtalya. İtalya elemeler var idi. Çünkü Roma İmperiyasıyla Kafkaz Almanyasının münasibətləri oldu. Romalılar Kafkaz Almanyasını ələ keçirmək istəyirlər. Bunun da səbəbi nə idi? Böyük İpək yolu. Böyük İpək yolu antik dövrdən başlayır və o zaman Böyük İpək yoluna kim nəzarət edirdisə, dünyanı o idarə edirdi. İki, o dövrün feodal dövləti var idi. Roma imperiyası, bir də Parfiya dövləti. Parfiya dövləti ilə Roma İpək yolu uğrunda mübarizə aparırdılar. Roma çalışırdı ki, Parfiyanın nəzarəti altında olan o böyük İpək yolundan Qafqaz, Azərbaycan, Albanya marşrutunu ələ keçirsin. Parfiyanı məhdum eləsin. Çünki həm Mərkəzi Asiyada, həm də Qafqazda bu yol Parfiyanın nəzarətində idi. Ona görə eradan əvvəl 65-ci ildə, 66-65-ci ildə Albanya ilə Parfiyanın, Romanın döyüşləri oldu. Kür çayı sahilində vuruşurlar, Aladan çayı yaxınlığında iki məşhur döyüş oldu. Ondan başka problemler var. Zaten orada Udinli şehri var, İtalya'da Udin halkı var, vesaire var. Şüphesiz onlar hamısı bir var hipotez, bir de var real. Troya bazı danışırlar, Yunanistan bazı danışırlar, yani Troya'ya bakmışlar. Albanya ilə Romanın mədəni iqtisadi əlaqələri olub, bunu heç kim dana bilməz. İkincisi də açıq danışaqda, Albanya bizimdir. Biz təbii ki, istərdik ki, bizim mədəniyyətimiz məşhur olsun. Amma təbii o dövrdə müəyyənləşdirən memarlıqda Roma idi, Albanya deyildi. Yəni biz onlardan nəyisə öyrənirdik. Necə ki, bugünkü gündə müəyyən standartlar var ki, hamı çalışır ki, o standartlara uyğunlaşsın. Hər bir dövründə aparıcı dəbləri var. Məsələn, əgər orta əsrlərdən danışırıqsa, orta əsrlərdə bəli, orta əsrlərdə müsəlman dünyası dəbi müəyyənləşdirildi. Çünki aparıcı sivilizasiya idi. Roma dövründə, antik dövrdə Roma idi, Yunanistan'da. Bəs biz niyə deyirik ki, antik dünya? Antik dünya deyəndə nəyə nəzərdə tutulur? Yunanistan və Roma.